Salam dostlar, bugün sizə Dahua-nın PT2 seriyasından olan yeni nəsil ikili obyektiv kameranı təqdim edirik. Onu da qeyd edim ki, videomuzu Dahua-nın Azərbaycanda ekskluziv distribütörü olan Avsekin təqdimatında izləyirsiniz. Bu kamera həm sabit geniş bucaqlı obyektiv, həm də üfüqi və şaqbili hərəkət edən obyektiv ilə təchiz edilib. Beləliklə, geniş ərazini əhatə etmək və detalları dəqiq izləmək artıq daha asandır. Bu da daha az sayda kamera ilə daha çox əraziyə nəzarət deməkdir. Viscolor texnologiyası sayəsində ağ işıqdan istifadə etmədən belə gecə çəkilişlərində vacib rəng detalları aydın görünür. Bu texnologiya hadisələrin qaranlıqda belə rəngli və real görünməsini təmin edir. Dual Channel Intelligence sistemi həm panoramik obyektivdə, həm də şaqli və üfüqi obyektivdə müstəqil şəkildə SMC və IVS funksiyalarını dəstəkləyir. Bu o deməkdir ki, kamera həm geniş baxış sahəsində, həm də fokuslanmış hissədə hədəfli aşkarlama aparır. Kör zonalar tamamilə aradan qalxır. İstər mürəkkəb keçidlərdə, istərsə də açıq ərazilərdə izləmə apararkən hər iki obyektiv hadisələri ayrı-ayrılıqda təhlil edir. Hər iki obyektiv hadisə aşkarladıqda kamera təhlükəsizlik parametrinizə uyğun olaraq real vaxtda siqnal göndərir. İşıq və səsli xəbərdarlıq sistemi təhlükəni yalnız müşahidə etmir, qarşısını alır. Daxili mikrofon və səs gücləndirici sayəsində kameradan birbaşa və ya mobil tətbiq vasitəsilə ikitərəfli səsli rabitə qurmaq imkanı yaradır. Kamera həmçinin preset patrol funksiyasını dəstəkləyir. Bu rejimdə kamera mühafizəçi kimi fəaliyyət göstərir. Öncədən müəyyən edilmiş istiqamətləri avtomatik izləyir və fasiləsiz nəzarət edir. Bu kamera geniş bucağı, rəng dəqiqliyi və aktiv müdafiəni birləşdirən ağıl nəzarət sistemidir. Kanalımıza abunə olmağı və bildirişləri aktiv etməyi unutmayın. Yeni məhsul icmaları və texnoloji yeniliklərlə yenidən görüşərik. Videomuzu Dahua-nın Azərbaycanda ekskluziv distribütörü olan Avsekin təqdimatı ilə izlədiniz.